Eşən burada bizim bir yandı blokda tokların üstünə dəsmal atıblar. Ani bir məqamda atır, çıxır gedir. Biz onda xəbər tuturuq ki, tüstülüyür, aləmdə bir-birinə. Xırdalan şəhəri Həzrətsanov küçəsi 21 ünvanında yerləşən çox mərtəbəli binada müəmmalı və təhlükəli hadisə baş verir. Çox sayda ailənin yaşadığı binanın sakinləri iddia edirlər ki, naməlum şəxs və ya şəxslər binada qəsdən yanğın törədirlər. Hadisə sakinlərin iddia etdiyi kimi qəsdən törədilibsə seçilən məkan diqqət çəkir. Elektrik və internet kabellərinin, kommunal xətlərin birləşdiyi şaxtada baş verib yanğın və vaxtında xəbər tutulmasaydı alov bir yana mənzillərə qalxan tüstü böyük faciəyə səbəb ola bilərdi. Sakinlərin sözlərinə görə hadisə hər dəfə eyni blokda və eyni mərtəbədə təkrarlanır. Qonşular alovun qarşısını hər dəfə öz gücləri hesabına ala bilsələr də qorxu içindədirlər. Çünki binanı oda verən şəxsin kimliyi bəlli deyil. Mən də gəlib buranı qapını belə açanda, belə açdım. Açan kimi gördüm ki, tokların düz orasına belə bir dənə yekə dəsmalı, şəkili də var, videosu da var. Basıblar ora. Və üstünə neft töküblər, nəsə töküblər, alışıb yanır. Bir gün sonra, ikinci gün, burada yandırıblar, 17 nömrəli baba. Görsəm üstünə qoyublar, buradan da alov yanıb. Yəni vaxtında görməsəydilər, aşkarlamasaydılar, çox böyük faciə baş verə bilərdi. Bir il ərzində 5-ci, 6-cı dəfədir ki, belə bir hadisə baş verir. Amma yəni bu bir həftə ərzində, yəni bu ikinci hadisədir baş verən. Qonşu qapını döydü, səsə çıxdım ki, yanır ora. Mən açdım ora, şkafı açdım, su tök. Əskilər yanırdı, əskiləri çıxartdım, su atdım. Məsələnin ən dəhşətli tərəfi isə odur ki, binanı yandıran şəxs binaya maneəsiz daxil ola bilir. Binanın komendantı deyir ki, şaxtanın qapısına qıfıl vurulsa da həmin şəxs qıfılı qıraraq niyyətini reallaşdırıb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmasa da binanın infrastrukturuna ciddi maddi ziyan dəyib. Mən zamok qoymuşam bura. Bu zamoku sındırıb və görürsünüz açarsız açılır. Bu hissədə burada. Əskini soxmuşdu. Ora indi hal-hazırda görürsünüz müəyyən kabellər hansı ki bunu görürsünüz. Bax bu hansı həmin o yayımlanan buradır. Yandırılan buradır. Burada törətmişdim. Baxın. Əskini yenə eyni qayda ilə soxmuşdu bura. Soxub burada yandırmış. İkinci orada oldu, üçüncü burada oldu. Ondan sonra biz nəzarət kamerası qoymuşuq bura. Əvvəl niyə qoyulmayıb? Əvvəl niyə qoyulmadı? Biz belə deyim də şey elədik ki, bəlkə uşaqdır, nəsə eləyib deyə. Başa düşürsünüz ona görə. İkinci dəfədə biz onu alıb gətirib şəhər düzüb quraşdıran kimi gəldi adam bizdən qabağa düşdü. Üçüncü dəfə hadisəni törətdi. Yanğını kimin törətməsi ilə bağlı sakinlərin konkret şübhələndikləri şəxs yoxdur. Kamera görüntüsü yoxdur. Nə də bizim aşağıda nəzarət kameramız var. Oradan keçən yad adam yoxdur. Yəni deyim ki, oradan yad adam keçib nəsə şey eləyib, heç nə yoxdur. Bilmirik ki, kim eləyib bu hadisəni. Sadəcə olaraq tuta bilmirik, görə bilmirik. Burada ailə yaşayır, uşaq yaşayır, hamıya travmadır. Əldə etdiyimiz məlumata görə məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Türkiyə Əlsoy, Fariz Quliyev, İTV Xəbər.